Ləkin kəndi, Cəlilabad Ləkin kəndi. Bir vaxt şəhərə oxşayırdı, qəsəbə idi. İndi heç nə. Xaraba qalır. Bütün cəmaət köçür, şərait yoxdur. Hamısı qaçır hər yerə. Başını götürüb kətdə qaçır cavan uşaqlar. Bax, o dağları görürsünüz. Duman gəlib, dağları tutub. Qalın meşəli idi. Qalın meşəli idi. Suyu, bulağı, hər şeyi. İndi yox, qaz yox, zad yox. Qazı veririk bütün dünyaya. Özümüz o məsəl var da, dünyanı bəzər, özü lüt gəzir. Bizim ölkə elədir. Hər yeri bəzir, özümüzə yoxdur. Neyəyə, qazı verin Avropaya, oraya, haraya istəsiniz. Biz neyəyə, kərmə yandıracaq, onu da tapsaq. Valla, odun zad yoxdur, yox, odun nə gəzir? Odunun kubu çıxır 70-80 manat. Odunun uzunluğu verirlər 25-30 santimetrdir. O daha kubu çıxır 70-80 manat ən az. Onu da hələ gətirə bilsin. Meşəyə sən duxun yoxdur girmə. Gəl keç valla. O da bax bu da. Kimə nə deyəcəksən? Bax qazı verək Avropaya, özümüz kərmə tapsaq yandıracağıq. Yo tapmasaq nə? Ona görə hamı qaçır da kətdən. Nə mal heyvan saxlayan var, nə bir şey. Ətin kilo qalxıb 16-17 manat. O da. Baxın. Bizim məmurlar da biz yaxşı yaşayır. Düz dedi, onlar yaxşı yaşayır. Biz yox. Biz yaşamırıq, onlar yaşayır. Biz nəyə yaşamalıyıq ki? Yaşamalı da olar. Biz qazı, zadı, neftimizi hamısı verməliyik onlara. Biz yaşamamalıyıq. Kərmə tap yandır da. O Sabirin deyə desən şeri deyil. Sən də özü insan mı sayırsan, insanlığı əbla kişi, asan mı sayırsan? Düz deyir. Qardaş, o 100 il bundan qabaq deyib, bəlkə də çox. Odur. Azərbaycanın kətləri, xüsusən Cəlilabadın kətləri xaraba qalıb. Elə kənd var, 100-150 ev idi, indi bir nəfər də yoxdur. Bir nəfər də yoxdur, hamısı köçüb gedir. Budur, bax. Qalıb bu millətin işi gözə görünməzə.